Güzəştli mənzil sistemində barəsində elan verilmiş mənzilin seçimi zamanı mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını almış və güzəştli mənzil sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Bununla əlaqədar olaraq istifadəçinin elektron kabinetində ilkin razılıq qərarı bölməsi yaradılmışdır. İstifadəçinin elektron kabinetində ilkin razılıq qərarı olmadıqda o, ilkin razılıq qərarı bölməsinə daxil olub müvafiq statusu görəcək. Mənzili ipoteka krediti vəsaiti hesabını əldə etmək istəyən istifadəçi ilkin razılıq qərarının alınması üçün agent banklardan birinə müraciət etməli və ipoteka kreditinin verilməsi qaydası ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi qaydasına uyğun olaraq baxılır. Agent bank tərəfindən müraciətə baxıldıqdan sonra verilmiş ilkin razılıq qərarı bankın məsul şəxsi tərəfindən istifadəçinin elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. İstifadəçi elektron kabinetində ilkin razılıq qərarı bölməsinə daxil olaraq verilmiş qərarın üzərinə sıxdıqdan sonra agent bankın ilkin razılıq qərarını imzalamalıdır. İstifadəçinin imzaladığı ilkin razılıq qərarı agent bank tərəfindən verildiyi tarixdən etibarən 1 il ərzində qüvvədə olacaq. İlkin razılıq qərarı bölməsində imzalanmış qərarın qüvvədə olma müddəti qeyd olunacaq. İstifadəçinin agent banka müraciətindən sonra ipoteka kreditinin verilməsi qaydasına uyğun olaraq imtina qərarı verildikdə onun elektron kabinetinin müvafiq bölməsində agent bankın məsul şəxsi tərəfindən bu barədə məlumat yerləşdirilir. İstifadəçi həmin bölməyə daxil olaraq verilmiş qərarın üzərinə sıxdıqdan sonra ətraflı məlumat əldə edə bilər. Bu zaman istifadəçinin həmin qərarı imzalaması tələb olunmur. İlkin razılıq qərarının alınması üçün müraciət edib ipoteka kreditinin verilməsinə dair imtina qərarı almış istifadəçi imtina səbəblərini aradan qaldırdıqdan sonra təkrarən agent banklardan birinə müraciət edə bilər. İlkin razılıq qərarını almış istifadəçi həmin qərarın verildiyi tarixdən 1 il ərzində qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka krediti vəsaiti hesabına əldə etmək niyyətində olarsa, yenidən agent banka müraciət etməli, ilkin razılıq qərarını almalı və həmin qərarı güzəştli mənzil sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir. Bu təlimatda qeyd olunan istifadəçinin adı, ünvanı, əlaqə vasitələri, şəxsiyyət vəsiqəsi və digər məlumatlar şərtidir.